Bu dim suallardan biridir. Deməli, biz verilənlərdən boyranı 1 götürəcəm. Bu hissəni də 1. Baxın, birinci hissə A üstəgəl B-nin mötərizə kvadratının açılışıdır. Çıxılsın C kvadratı bərabərdə 17 saxlayıram. İndi bunlarını A kvadratı minus B kvadratı var idi müxtəsər vurma düsturlarında. A minus B, A plus B yazırdıq. Yəni bir dəfə bu mötərizənin içi ilə C-ni toplayacağım. Yəni A üstəgəl B üstəgəl C. Bir dəfə də həmin mötərizənin içindən C-ni çıxacağım. Bərabərdə 17. 17 nə ilə nəyin hasildir? Sadədədir. 1 ilə 17-ni. Hər zaman böyük vurğu, yəni cəmi 17 götürəcəm. Yəni A üstəgəl B üstəgəl C bərabərdir 17. Kiçik vurğu, yəni A üstəgəl B çıxılsın C-ni də 1 götürəcəm. Tərəf-tərəfə toplasaq 2A üstəgəl 2B bərabərdir C-lər islah olur. Biri mənfi, biri müsbətdir. Bərabərdir 18. Hər tərəfi 2-yə bölsək A üstəgəl B bərabərdir 9. İndi A üstəgəl B-ni tapdıq. Gətirib istəsək burada yerinə qoyub C-ni tapaq. A üstəgəl B üstəgəl C bərabərdir 17. Bunun yerinə 9 qoyuram. 9 üstəgəl C bərabərdir 17. C də bərabərdir 8. C'miz də oldu 8. İndi bizə bunun yəni 2C minus A. Burada da yazıram 2C minus A minus B. Burada da 2C bu hissədə mənfinin qabağına çıxardıram. Minus A plus B olacaq. Bərabərdir. C'mizin qiyməti 8. 2 vur 8 çıx. A üstəgəl B-mizin qiyməti 9. Bərabərdir. 16 minus 9 bərabərdir 7. Cavab 7 olacaq.